Arterial hipertenziya tək bir risk amilinə görə deyil, çox risk amillərinin birləşməsindən inkişaf edə bilər. Bura həm irsi meyillik, duzlu qidalanma, aşağı fiziki aktivlik, piylənmə, şəkərli diabet və başqa risk amilləri aiddir. Buna görə də bu xəstəliyin inkişafında həm genetik, həm də həyat tərzi aspektlərini nəzərə almaq vacibdir. Hipertenziyanın effektiv müalicəsi uzun müddətli və davamlı yanaşma tələb edir. Bura həm bədən çəkisinin korreksiyası, siqaret çəkmənin dayandırılması, duzlu qidalardan çəkinmək, mütəmadi fiziki aktivlik və ən əsası həkim tərəfindən təyin olunan müalicənin mütəmadi və səliqəli qəbul edilməsidir. Burada müalicəyə riayətkarlıq əsas məqamlardan biridir. Çünki müalicə davamlı və səliqəli olmasa, təzyiq yenidən qalxaraq fəsadlara gətirib çıxara bilər. Davamlı nəzarət sağlam ürəyin açarıdır.